Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev qarşınızdayım. Adnan Əhmədzadənin həbsindən sonra onun həyat yoldaşı Gülsəfə xanım haqqında yazılan yazıları oxuduqca bu cəmiyyətin bir parçası olduğuma xəcalət çəkdim. Adnan Əhmədzadə tutulmamışdan qabaq yoldaşının dəbdəbəli həyatından niyə yazmırdınız? Səsiniz niyə çıxmırdı? Bilmirdiniz? Xəbəriniz yox idi? Qorxmurdunuz? Yekə kişilərsiniz. Hərəniz bir qurtlanmış, qoxmuş sayt açıb, izləyici kütləsi yığmaq üçün Adnan Əhmədzadənin həyat yoldaşı yarıçılpaq göründü, Quran ayəsindən sitat gətirdi, neçə foto çəkdirdi, ikinci dəfə ailə qurmuşdu, niyə özündən 14 yaş böyük Adnana ərə gedib, ay balam sizə nə? Yox, gəlib sizdən icazə almalı ki, ay qoxmuş sayt rəhbəri, nə deyirsən, filan kəsə ərə gedim ya yox? Adnan Əhmədzadə haqqında nə qədər yazırsınız yazın. Adnan Əhmədzadə cinayət törədib. Azərbaycanın Azərlayt brend markalı neftinə qatqı atıb. Büdcə gəlirinin demək olar ki, tamamını əhatə edən neftimizi qiymətdən və gözdən salmaqla Azərbaycana ağır zərbə vurub. Əgər günahı sübut olunsa, təbii ki, Azərbaycanda öz işinin öhdəsindən layiqincə gələn DTX bu adamı ifşa edib, cəzası nədirsə görüləcək, əmlakı nə yığıb, nə dağıdıbsa alınacaq. Nə yazırsınızsa bu adam haqqında yazın, danışın. Adamın dövlətlər arası imicimizə zərbə vurmasını qırağa qoyub, arvadı nə geydi, nə yedi, nə içdi. Məcər bu qədər zəngin adamların həyat yoldaşları qaloşla gəzir. Siz zəngin olsaz, həyat yoldaşınız geymək, gəzmək, dolanmaq istəməyəcək. Dövlət pullarını yeyib dağdan təkcə Adnandırmı? Evə pul gətirəndə xanımız soruşurmu ki, bu pulu hardan qazanmışsan? Yox. Qadının nə vecinə əri hardan qazandı, hardan gətirdi. Qadına maraqlıdır ki, ailəsini gözəl yaşatsın, xoşbəxt yaşasın, yaxşı yaşasın. Günahkar adamı qıraqda qoyub həyat yoldaşını müzakirə etmək nə deməkdir? Sabah biri adam öldürsə, onun ailəsi, uşaqları mı günahkardır, tutulub basılmalıdır mı içəri? Bu qədər mi cılızlaşdıq biz? Bir qadını tənqid etmək olar. Müzakirə mövzusuna çevirmək olar. Əgər o qadın ictimai xadimdirsə, onun ictimai fikri ilə bağlı diskusiya açmaq olar. Əgər qadın müğənnidirsə, onun sənətini müzakirə etmək olar. Lap sosial şəbəkədə qərəzli fikir səsləndirən bir qadını tənqid etmək olar. Amma bir qadının şəxsi həyatını müzakirə çevirmək, onun əxlaqını sorğulamaq heç kəsin həddi deyil. Şəxsi həyat toxunulmazdır. Nəinki qadının, elə kişinin də. Az onun bunun alt paltarlarını qoxlayın. Az cəmaatın üzr istəyirəm, buskalter tumanını eşələyin. Ayağını Azərbaycan kişisi qoyan bəziləri ayıbdır, bəstirin. Uşağınıza çörək aparanda da ləyaqətli çörək aparın. Kişi mübarizəni kişi ilə aparar.